50 yaşlıya da iş var yoldaşlar, 50 yaşlıya da iş var. Mən sizə bir neçə vakansiyadan, elandan bəxş etmək istəyirəm ki, hansılar ki 50 yaşlılar üçün də uyğun ola bilir. Amma bu demək deyil ki, olanlar elə cəmi anlaq pullardır. Onların arasında hətta yüksək məhaqqılda 1000 manat civarında olan variantları da var. Zəif məhaqqıl olan variantları da var. Onların arasında şəxsi sürücü işi, ofis meneceri, mühafizəçi, sürücü, paketləyici, mühafizəçi, gözə növbəsi üzrə iş var, bağban işi var. Onlardan bəhs etmək istəyirəm. Amma dediyim kimi, mənim bəhs etmək istədiklərim ancaq bir qismdir. Yəni, bu demək deyil ki, 50 yaş üçün olan işlər ancaq bunlardan ibarətdir. Xeyr, sadəcə diqqət çəkən variantları mən sizin üçün seçib, sizinlə paylaşıram. Ona görə də əgər hər hansısa birisi uyğun olmasa, yəni ümidsizliyə düçar olmayın, özünüzü pis hiss eləməyin. Misal üçün, şəxsi ailə sürücüsü işi var, rəhbər üçündür bu. 45-55 yaşa kimi götürə bilir. Amma belə bir məqam var ki, rəhbər sürücüsü kimi təcrübəniz olmalıdır, yoldaşlar. Yaşayış yeri, gənclik, Nərimanov, mikrorayon, Nəsimi, Yasamal, bu nə qədər ərazində olansa daha meyilli olurlar həmin şəxslərə. Çünki üstünlüyü onlara verirlər, yoldaşlar, xəbəriniz olsun. Amma bu demək deyil ki, siz həmin ərazi deyilsinizsə müraciət edə bilmərsiniz. Xeyr, siz də müraciət edin. Elə bilər ki, sizin elə bir özəlliyinizi görə bilərlər ki, elə məhz sizi seçə bilərlər. Sonra qaya nəqliyyatda ofis meneceri işi var, yoldaşlar. 30-50 yaşlı qadın və kişilər üçündür. İş təcrübəsi də tələb eləmir. 1000-2000 manatlıq bir işdir. Əmək haqqısı, deməli maaşı. Deməli, bu iş, yoldaşlar, kompüter və ofis avadanlıqlarından istifadə bacarığı olan, ofis proqramlarını sərbəst şəkildə istifadə edə bilən, işgüzar ünsiyyət etikası olan şəxslər üçündür. Baxmayaraq ki, iş təcrübəsi tələb eləmir. Nəqliyyat üzrədir, bir daha deyirəm. Ofis menecer işidir və hər zaman olmur ümumiyyətlə. Ofis menecer olsun, adətən hətta 40 yaşa qədər olur normalda. Hətta 40 yaş belə nadir hallarda olur. Amma indi, belə deyim, qismətdən belə bir iş də olur, var. Belə bir vakansiya da var, daha dəqiq desək. Sonra mühafizəçi işindən bəhs etmək istəyirəm mən sizə, yoldaşlar. Gündüz növbəsi üzrədir. Spring Hotel Resort and Spa Aqua Parkındadır. 30-50 yaşlı şəxslər üçündür və müvafiq sahədə təcrübəniz olmalıdır. Hərbi xidməti başa vurmuş olmalısınız, fiziki sağlam olmalısınız. Bu bir variantıdır, yoldaşlar. Ümumiyyətlə, bu sferada bir neçə variantı olmalıdır. İndi mən sizə digər mühafizəçi işlərlə də bəhs edəcəm, Allah qoysa. Deməli, dediyim kimi, mühafizəçi bağban işləri adətən həmişə olur. 50-55 yaşlı, hətta bəzən 60 yaşa qədər. Bu arada sürücü işi də var, 2500 manata qədər. 22 yaşdan yuxarısınızsa müraciət edə bilərsiniz. Y kateqoriyası üzrədir amma. Sahil transportdadır. Sonra, yoldaşlar, mən sizə başqa bir paketləyici işindən bəhs etmək istəyirəm. Gecə növbəsinə lazımdır, kişilər üçündür. Axşam saat 8-dən səhər 8-ə kimidir. 25-55 yaşlı şəxslər üçündür. 55 yaşa qədər olanınız varsa aranızda müraciət edə bilərsiniz. Sonra, yoldaşlar, mühafizəçi bağban işi var, 900 manata yaxın. Amma bu sizlik deyil. Burada texniki səhv olub. Bu sizlik deyil. Bu işi üzrlü sayın. Bu 55 yaşlara uyğun deyil. Ona görə bunu üzrlü sayın, bunu qəbul eləməyin. Bu mühafizəçi bağbanı mənim səhvimdir. Sonra nəzarətçi işi var gecə növbəsi üzrə. Performans sentri koyda gecə növbəsi üzrədir. 450 manatlıqdır. 30-50 yaşlı şəxslər üçündür. Kişilər üçündür. İş təcrübəniz olmalıdır. Hərbi xidməti başa vurmuş olmalısınız. Sonra, əlavə olaraq ikisindən də bəhs etmək istəyirəm. Deməli, bağban işi var, Madodadır, Nərimanovdadır, yoldaşlar. Restoranlar şəbəkəsidir. Mado restoranlar şəbəkəsidir. Səhər saat 7-dən günorta 4-ə kimidir. 500 manat verir. 25-50 yaşlı şəxslər üçündür. 25-50 yaşlı. Ağac, qazon, o tipli işlər görürsünüz, belə deyim. Gözətçi işi var, Çınarlı Park yaşayış kompleksində, yoldaşlar. 600 manat verir, 30-50 yaşlı şəxslər üçündür. Bu işlərə müraciət etməklə dəstək istəyirsə və yaxud da digər işlərlə də tanış olmaq istəyirsə, ümumiyyətlə iş tapmanızda çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunub. Belə ki, siz əgər bu videonu TikTokda görürsünüzsə, o halda bu videonun adını